Bu il Azərbaycanda insan alverinin təbliğatı ilə məşğul olan 124 sosial media hesabı bağlanıb. Bu barədə rəsmi məlumatı Daxili İşlər Nazirinin birinci müavini polis general-leytenantı Seyfullah Əzimov bildirib. Bəs bu hesablar necə işləyirdi? Əsasən iş imkanı adı ilə yayılan elanlar, xaricdə yaxşı maaş, model işi, karyera fürsəti kimi görünürdü. Amma arxasında saxta agentliklər, etimad qazanan yazışmalar və aldatma dayanırdı. Əlaqə qurulandan sonra şəxslər sənədsiz və rəsmi zəmanət olmadan xaricə getməyə razı salınırdı. Qurbanların çoxu gənc qadınlar və iş axtaran gənclər idi. Məqsəd məcburi əmək və istismar halları idi. Bu sistem mərhələli şəkildə işləyirdi. Əvvəl maraq oyadılır, sonra ümid verilir, sonda isə şəxs könüllü şəkildə uçuruma doğru gedir. Bu tələyə uymamaq üçün bəs nə etmək lazımdır? Tanımadığınız şəxslərdən gələn iş təklifləri, xüsusilə sənədsiz və qeyri-rəsmi olanlar təhlükəli ola bilər. Əgər sizə xaricdə iş var deyirlərsə, amma müqavilə, icazə və hüquqi zəmanət yoxdursa, şübhələnmək üçün kifayətdir. Maariflən, paylaş və xəbərdar et. Bu cür halların qarşısını almağın ən əsas yolu məlumatlı olmaqdan keçir. Bu və ya digər məlumatlardan ən tez xəbərdar olmaq üçün bizim sosial şəbəkə hesablarımızı izləməyi unutmayın.